Dünyada elə bir balıq var ki, biz min illərdir onu yeyirik, lakin onun necə və harada çoxaldığını hələ də bilmirik. Bu ilan balığıdır. Bu, biologiyanın ən böyük sirlərindən biridir. Siz heç vaxt vəhşi təbiətdə ilan balığının kürüsünü və ya yeni doğulmuş körpəsini bir çayda tapa bilməzsiniz. Səbəbi onlar çaylarda doğulmur. Həm Avropa, həm də Amerika ilan balıqları harada yaşamasından asılı olmayaraq ömürlərinin sonunda minlərlə kilometr üzərək Atlantik okeanın ortasındakı Sarqas dənizi adlanan bir yerə gəlirlər. Alimlər onların orada, okeanın dərinliklərində çoxaldığına inanırlar. Anaları orada ölür. Kiçik, şəffaf yarpağa bənzəyən balaları isə 1 il, 3 il ərzində okean cərəyanları ilə üzərək ata-babalarının gəldiyi çaylara qayıdırlar. Ən dəlisi isə budur. Bugünə qədər heç kim Sarqas dənizində bir ilan balığının çoxalma anını videoya çəkə və ya şahidi ola bilməyib. Buna görə də biz onları fermada çoxalda bilmirik. Bütün ilan balığı fermaları isə sadəcə vəhşi təbiətdən tutulan balacaları böyütməkdən ibarətdir. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Növbəti videoda görüşənədək.